elm adamına, alimə Allahın özünün də hörmət və ehtiramı var. Pedaqoji elmlər doktoru, məktəbəqədər pedaqoji texnikumun direktoru Ağa Hüseyin Həsənova söz verilir. Ağa Addaş müəllimin gözəl dostu. Çox sağ olunuz, Hacı. Hörmətli qohumlar, əziz dostlar. Ümumiyyətlə, mən danışmağa can atan adam deyiləm. Həmişə haradasa özümü saxlaya bilirəm. Lakin, haradasa mən bu fikri deməli idim. Yadıma 61-ci il düşür. Yadıma 61-ci il düşür. Yəni, mən instituta qəbul olunmuşdum. Yayda kəndə qayıtdım, gəldim. Hələ o vaxtları Canali də cavan, qəşəng bir oğlan idi və tip qardaşı işləyirdi, medbrat deyirlər. İndi də pisdir, bəli. Bizim kəndimizdə toy idi. Hörmətli, o vaxtın çox məşhur bir xanəndəsi, yəni indi mərhum Əbülfət Əliyev toy aparıldı. Hamı kənd yeridir, hamı çadıra, mağara yığışırdı. Yəni adlı sanlı, şərəfli bir xanəndə, o dövr üçün çox yüksək səviyyəli bir xanəndə idi. Yəni sənətkarlar bilirlər, Şarlasel kəndinə ən yaxşı müğənnilər, ən yaxşı xanandalar həmişə orada olublar və o məqsədlə də həmin dövrdə Əbülfət Əliyevi dəvət eləmişdilər. Çox zəngin bir toy idi. 2 gecə toy getdi, birinci gecə toy çalındı, ikinci gecə bizim bugünkü bəyimiz Hacı Canali bəy o toyda iştirak edirdi və haradasa toyun ortalarına yaxın bir vaxtda özünü saxlaya bilmədi və istədi ki, orada oxusun. Əbülfət Əliyevin də xəbəri yox, bilmir ki, bir kənd uşağı da nə oxuyacaq, gəlsin bir-iki ağız oxuyub gedəcək də nə olar? O boyda sənətkarın qabağında oxumaq olar. Bəli, söz verdilər. Bu uşaqlar məktəbə getmir. Görünür, müəllim görməmişsiniz. Müəllim danışanda qulaq asarlar. Söz verdilər bizim hörmətli Canali müəllimə. Bu vaxtı cavan deyirəm, qəşəng bir oğlan idi. Özü də ki, indi də pisdir. Amma o vaxtı da o vaxt idi də, bu 61-ci il idi. Ona daha şəkki şübhə yox idi. Yəni, sənətkarlar məşhur tarz çalan, məşhur kamança çalan istədilər ki, Ürbağa bu Canalini çaşdırsınlar. Bu boyda sənətkarın qabağında oxumaq olar. Bu nə cür ədəbsizlikdir, gələsən deyəsən ki, mən oxumaq istəyirəm. Bunlar da bilmirlər ki, bu muğam beşiyində bəslənmiş bir gəncdir. Necə ki, çağırgah dərsləri başladı, özü də bu zil səsdən başladı. Bunlar da fikirləşdir ki, bu indidən belə başladı, sonrasını neynəcək görəsən, çatdıra bilər ya, xandır ki, bu meydana belə navalar girir. Və istədilər bunu çaşdırsınlar, gördü ki, alınmadı, bu o qədər deməli bu hisslərə qapılıb ki, özünü saxlaya bilmir, artıq musiqisiz oxuyur. Bu kamança çalan gördü ki, bunu çaşdırmaq mümkün deyil, da yaxşı oxuyur və başladı düzünə, həqiqətən bu yolla getməyə. Sizi inandırım ki, Canali orada Mənsuriyəni elə oxudu ki, bütün bu çadır əhli hamısı ayağa qalxdı, əl çaldılar və onunla da toy dağıldı. Bilmirəm, Əbülfət Əliyev o vaxtda hesabın aldı, almadı, ancaq bildim ki, çox azırlı oradan getdi, toy dağıldı. Ona görə mən istəyirəm ki, bugünkü günü Canali müəllim həmin 61-ci ilin təkrarını versin. Mən deyirəm axı, niyə məni çox tərif edirsən? Mənim əzizlərim, yəqin ki, burada qıraq adam yoxdur. Mənim həmkarlarımdır, müəllim yoldaşlarımdır, qohum əqrabədir. Mən sizi inandırım, səmimiyyətimə inanın. Ayın 9-undan bugünə qədər mənim 40 ildə nə qədər ki
xalqımın bağlarının toylarında xeyir dua vermişəm, yorulmamışdım. Amma ayın 9-dan bugünə qədər bu 40 ildə görmədiyim əzablı günləri gördüm. Mən axşam evə gəldim, səhərə qədər yuxu mənim gözlərimdən çəkildi. Həyatım, ömrüm, günüm gözümün önündən kino lenti kimi ötdü sağa sola, yata bilmədim. Səhər də gelmişəm, saat 11-də teatrda foto assistentimi götürdüm geri. O mənim sənət tariximdir. Gəlmişəm evə, gördüm maşın sürəndə yuxu məni gicəldi. İstədim ki, maşın yolun sağına verəm, bu gündüz olan söhbətdir. Saat 12, o 1-ə işləmiş olardı, maşını sağa verəm, yatam. Çünki sürə bilmirdim. Ən nəhayət, ən üstün müsibətlə evə çatdırdım özümü. Evdə qonaq da vardı. Dedim, məni bağışlayın. Mən başımı qoyuram bu balıncın üstünə. Nətər orada uzanmışamsa bilmirəm. Bir də onu gördüm ki, üzr istəyirəm, heç özüm də deyiləm. Yəni, bunu danışmaqda bu səmimi söhbətdir, bunu deməyə də bilərdim. Heç bilmirəm, daxilən nə vəziyyətdəyəm. Yəni, özümü bürüzə verən adam deyiləm. Amma indi, təbii ki, bu yoğunluğun üstündən mən nətər oxuyacam, necə alınacaq, onu mən deyə bilmərəm, Allah bilər. Mən özümü qabaqcadan sığorta eləmirəm. Çalışaram ki, bir-iki ağız sizin zövqünüzə uyğun bir oxumaq eləyəm. Əgər mənim sənət yoldaşlarım icazə versələr, mənim müəllim yoldaşım... Bizə o yorğun səsiz də belə xoşdur. Buyur. Üzr istəyirəm. Bu söz bir dəfə Arif Babəyevlə mənim yanımda Canəli söhbət edirdi. Bax, bu fason Canəli danışanda Arif yaxşı burada yox deyib, gedib. Dedi Canəli, sən belə çox danışırma, mən səni yaxşı tanıyıram. Gecə saat 3-də şirin yuxuda səni qaldırarlar, saat 3-də yuxunun şirin yerində. Yəni bu yaxşı mənadadır. Sənin dedi, başının yarısı belə, bunu götürürlər. Ağzının, dişlərin hamısını çıxardarlar. Yenə də heyratın öz yerini oxuyursun, sənin səsin elə qüvvətli səsdir. Eşq olsun. Sən demişsən, Vahid Abdullayev deyir, Vahid Abdullayev. Qalx ayağa. Bir gün, indi olmasın, evdə oturmuşdum, gördüm, Vahid müəllimlə bir oxuyan var, Qəndab idi. Sənətdə olmaz. Qəndab Kuliyev adlı bir oxuyan, ikisi girlər içəri. Mən heç bilməzdim bunlar indi Gönültanın bu aləmində bizə gələrlər. Yerüz müəllim oturdu, çörək yedik. Dişlərim ağrıyırdı. Dedim, Vahid, dişlərim məni öldürür yaman. Karonkanın altında. Dedi, bilirsən, sən necə adamsan? Sənin ağzında bir də diş olmasa yenə oxuyarsan. Bizim bu Ali bəy, bizim bu əziyyətimizi çəkən, gözəl taamlar bizə, xidmətimizə duran, gözəl taamlarla bizim məclisimizin iqtisadi bəzəyini verən, bədii bəzəyini verən, Vüsat Şadlıq evinin rəhbərliyinə, onun xidmətçilərinə, onun bu gözəl bədii tərtibatına, bu gözəl sənətçilər bizə sizin adınızdan, öz adımdan təşəkkürümü bildirirəm. Nə qədər ki, məclisimiz sona getməyib. Alqışlar sizə, mənim əzizlərim. Biz yaşımızdan irəli gəlməyən söz danışıram, yaşımıza baxmayaraq bir-birimizə həmişə səmimi olmuşuq, bir-birimizə xidmət eləmişik. Az çox, təkdə birdən də olsa, toylarda iştirak eləmişik. Birimizin gücünü də bilirik, birimizin mədəniyyətini də bilirik, birimizə möhür məhbəti də itirməmişik. Allah Teala o məhbəti bizə çox bilməsin. O günlər olsun ki, sizin hər birinizin, balanızın toyunda, özünüzün şad günündə mən bütün ailəmlə iştirak edeyim, sizə xidmət edeyim. Əziz Hüseyin qardaşım, əziz sənətkarım, sən böyük sənətkarımız Hacava Hüseynovun qardaşı olursan. Nəslinizdə, şəcərinizdə, sənətə, poeziya böyük hörmət və ehtiram var. Özün gözəl qalman ustası, gözəl müəllim dostumuzsan, gözəl də estrada müğənnisisən, vokalistsən. Sən sənətin hər iki şaxəsini eyni məhəbbətlə sevən,
Səhərdin hər iki qolunda eyni hörmət bəsləyən sən içimizsən. Mən sənlə uzun illər işləmişəm, çörək qazanmışıq, bir-birimizə ədəbli ərkanlı olmuşuq, aramızda həmişə yüksək mədəniyyət olub. Səndən özümə qarşı həmişə məhəbbət görmüşəm, həmişə hörmət görmüşəm. Öpürəm səni, öpürəm. Getmeye tersa balası, gitmeye tersa balası, mən də sənə saya gelim. Dameninle yapışıp mən də Kilisaya gelim. Ya sen İslami kabul eyle, benim dinime gel bana. Ya de telim ele, ben mezheb İsa'ya geleyim. Bir ana bətnində səninlə ikiz olsaydım eğer, İstemezdim doğuluyum, mən də bu dünyaya geleyim. Sağ ol Hüseyin, sağ ol. Gel çık hayat tur tecellaya sen ol cilve-i tur. Ben de tecellaya sen ol cilve-i tur. Ben de Musa kimi
Tul tezanaya gelir. Yok senem anlamadım, sahibimi ikrar ederek bırakın. Bırakıp dinimi ben, dinime sihaya geleyim. Nazuken zencerişin, nazuken zencerişin halimi bir hal eledi. Cüretim olmadı ki başka temennaya gelip, yok sana yok senem, ey anlamadım sahbimi ikrar ederim. Bırakıp dinimi ben, dinime seyhaya gelin bana. Yok sana anlamadım sahbimi ikrar ederim. Bırakıp dinimi ben, dinime sihaya gelip şiirdir şehrin yarım şiiri. Şiirdir şehrin yarın şiiri, elinde şemşiri. Kim diyen ben böyle bir şiiriyle davaya gelim. Azem bir demen daldır içim bir demen. Ömür gitti, gün gitti. Ey cavan olmaram bir demen. Ötürəm, ötürəm. Nazlanı ben gelen dilber, nazlanı ben gelen dilber. Yakan düğmeler, düğmeler, beni derde salan dilber. Yakan düğmeler, düğmeler, derdin alayım, derdin alayım, derdin alayım, derdini. Beni derden salan dilber. Yakan düğmeler, düğmeler, beni derden salan dilber. Yakan düğmeler, düğmeler.
çoban güler. Sen kimi bil yosma dilber. Yakan düğmeyen le düğmeleyen. Derdin alayım, derdin alayım, derdin alayım, derdini beni derleyen salan dilber. Yakan düğme ne düğmeler, beni derleyen salan dilber. Yakan düğme ne düğmeler. Kerem sana neler demiş, Kerem sana neler demiş. O dil dodağını yemiş, Ketan köyler bendi gümüş. Yakan düğme ne düğmeleyen, derdin alayım, derdin alayım, derdin alayım, derdini beni derleyen salan dilber. Yakan düğme ne düğmeler, beni derleyen salan dilber. Yakan düğme ne düğmeler. Beni derler salan dilber. Yakan düğme ne düğmeler. Beni derler salan dilber. Yakan düğme ne düğmeler. Vay deyim də. Söz mənim 40 illik qardaşım, hamımızın sənət dostumuz, qardaşımız, indi isə şair qardaşımız, indi isə Xalq qəzetinin müxbiri, gözəl jurnalistimiz, bütün milli musiqi mədəniyyətimizin qoruyucusu mən deyərdim. Hər birimiz haqqında qala-qala yazılar yazan və o gözəl albomu mənim üçün tarixləşdirən, mənim dünənki, bugünkü gecəmi mənim üçün tarixə çevirən əziz dostumuz Rafiq Salmana söz verilir. Çox sağ ol cənab qardaşım. Valla dünəndən Canəlinin şənində o qədər gözəl sözlər deyilir ki, bəlkə mən deyəcəyim sözlər onların yanında cüzi az görürlər. Lakin bir az Canəli qardaşımı oxuyanda burada bacıların hamısının gözündə yaş görür. Təbii ki, bunlar hamısı sevinç yaşları idi. Mən də özümü saxlaya bilməyib biraz kövrüldüm və belə bir şair sözü yadıma düşdü. Deyirlər, bir zalim şah əsirlərindən 3 kişini dara çəkmək istədi birdən. Təsadüfədən ay Cənəli, onların hər üçü bir evdən imiş. Bir qadın da dizin ağlayıb aman istəmiş. 3 şah budaq sınsa birdən çınar mı qalar? 3 lay divar uçsa birdən evdən nə qalar? 3 xəncəri bir ürəyə vurmasan şah, onlardan birini saxla sən Allah. Deyir, yalqızlığın özündən də acı gözyaşı axıb şahın ürəyinə əritdi daşı. Əmr etdi şah huzuruna gəlsin əsirlər,
Bunlardan biri kardeş, biri oğul, üçüncüsü er. Ayağa kalk hey karı. Eyledin birini apar. Kişilerin kalbini diddi intizar. Kadın həsrət həsrət alışa yanan. Baktı gah erine, gah kardeşa, gah da oğluna. Kimi seçsin, kimi? Bir anlık dumanlanmış gözlerine çöktü karanlık. Ana sustu, arvad sustu, sıyrıldı bacı. Karanlıktan bir ok kimi atıldı bacı. Dedi bu benim erimdir, bu da oğlumdur. Er eldendir, oğul belden. Amandır şah, kardeş amanı. Şah bu bölgeden diksinip hayala daldı. Bacı kardeş nağılından bir ibret aldı. Dedi, bırakın esirleri, kesin naləni. Bugünkü gündə mən istərdim bu xüsusi ifadələri bizim Cəməli qardaşımızın, bacı və qardaşlarının şəhərində qaldıraq. Onlar hər cürə hörmətə, diqqətə layiqdirlər. Qardaşının dünənki gününü görən, bugünkü şəhərində bu cür ən mötəbər, bizim Respublikada ondan mötəbər saray tanımıram. Ondan zəngin, ondan belə böyük məclis görməmişəm. Mən 30 ildir mətbuatdayam. Respublikamızın ən tanınmış ziyalıları üçün keçirilən jubiley şənliklərin iştirakçısı olmuşam. Dünənki cəhcəlalı heç yerdə görməmişəm. Və buna layiq oğlandır. Biri sual verdi, yaşasan 100 il, razı qalarsan mı öz taleyindən? Dedim, yox, çox yaşamaq şücaət deyil. Çətin ki, hər ömrə həyat deyim mən. Dünənki gecənin bir canını, ay Canəli qardaşım, təzədən yaşamaq dünyaya dəyər. Sənə can sağlığı, sənə xoşbəxtlik, səni bacı və qardaşlarıma gözü dolusu səndən görməyi yazılır. Sağ ol əzizim. Çox sağ ol.